Ötən gecə və bugün Ermənistan tərəfinin təxribat xarakterli hərəkətləri davam edib. Düşmənin bütün təxribatlarının qarşısı qətiyyətlə alınıb. Qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ordusunun bölmələrinə qarşı terror təxribat fəaliyyətlərini həyata keçirmək məqsədi ilə Qarabağ İqtisadi rayonunda təminat yolları və döyüş mövqələrimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb. Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ötən gün qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-a-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyinin yaydığı növbəti məlumatda bildirilir ki, Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramizoğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qəti cavab tədbirləri görülür. Qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Nazirliyin daha bir məlumatında isə qeyd olunur ki, bugün saat 12:00-dan 12:25-ədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçə rayonunun Əzizli, Aşağı Şorça və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqələrindən ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.